Salam dəyərli müdavimlər, mən Fest Akademinin İngilis dili üzrə təlimçisi Aysiyə Çələbi. Bugün sizlərlə İngilis dilindən təkrar sertifikatlaşdırmaya aid olan sual nümunələrindən tanış olacağıq. İlk olaraq təbii ki, videolarımızda sizi motivasiya etmək məqsədi ilə haranı bilirsiniz, haranı bilmirsiniz, bunu təkrar etmək məqsədi ilə nə edəcəyik? Hər mövzudan normal səviyyəli suallara baxacağıq. Getdikcə amma təbii ki, daha lazımlı, daha o cüzi yaddan çıxan hissələr var ki, onları çalışdığım qədər daha çox testlərdə salacağam ki, sizə də kömək olsun. Baxırıq birinci sualımıza. Birinci sualımızda bizdən sual cümləsini seçmək tələb olunur. Həmişə yadınıza saxlayırsınız ki, sual cümləsində 2 dənə düsturunuz olacaq. Bir ümumi sual, deməli cümlənin hər hansısa bir üzvünə verilən sual cümləsinin düsturu, sual sözü, köməkçi fe'l, mübtəda, xəbər. Bir də mübtədaya verilən sualda artıq sual sözü birbaşa xəbər olur. Baxırıq ki, indi burada how many-dən sonra bilirsiniz ki, cəm simgələr, burada sayılmayan simgələr səhvdir. Sonra baxırıq nəyə? Every year varsa, bu indiki sayda zaman zərfdir. Mən was qoymaram, axı B də səhvdir. Sonra bu neftə istehsal olunar da, öz-özünə istehsal edilməz. Axı mən bu nə etməliyim? Məhsulda verməliyim. Bu da səhvdir. Sonra baxırıq, Y variantında sizin sual sözünüz var, amma köməkçi fe'liniz gəlmir. Ona görə bunu da çıxırsınız. Cavabımız olacaq D variantı. Sual sözü, köməkçi fe'l. Burada görürsünüz ki, nəyə verilən sual? Bax, sizə 2 dənə bax, orada düstur yazdım. Mübtədaya verilən sualdır ki, nə qədər neft istehsal olunur. Is produced-dur, ona görə xəbər neyini birbaşa gətirmişdir. İkinci suala baxırıq. İkinci sualda deməli düzgün variant istəyir. Həmişə düzgün variant istəyir. Yəni gəl context object qaydasına gedin. Ya da ki, neyinin mübtəda xəbər uzlaşmasına baxın. Bax, mübtəda xəbər uzlaşmasından gedirəm. Görürəm ki, mübtədamda söz önlü birləşmə var. Söz önündən əvvələ baxacağam. Temperature təkləri R yazıb səhvdir. Sonra baxırıq ki, deməli the stolen bags in the burglar's hand. Yenə eyni qayda. Bags-a baxıram, cəmdədir, word cəmdədir, düzdür. Tea with sugar and lemon tastes good. Yenə with-dən əvvələ baxıram. Tea təkdədir, tastes təkdədir, düzdür. All the offers of his was rejected. Of-dan əvvələ baxıram. Offers cəmdədir, was yox, were olardı. Bu da səhvdir. 2-3 C variantı. Sonra 3-cü suala baxırıq. Cümlə tamamlama qaydasıdır. Yanınızda qalsın ki, cümlə tamamını bağlayıcı mübtəda xəbər düsturundan istifadə edilir. Bax, A-da görürsünüz ki, sual sözü gəlir, yəni sual cümləsi yardım köməkçi fe'l gəlib olmaz öndə. B-də yenə köməkçi fe'l öndə gəlib qoya bilmərəm. Sonra D-də yenə köməkçi fe'l öndə gəlib, Y-də yenə eyni qayda götürəcəm C-ni. Sonra 4-ə baxırıq. Deməli, baxırıq nəyə? Düzgün bizdən nəyə istəyir? Bağlayıcını istəyir. Bax, deyirsiniz ki, berries are cheap at the moment. We should make some jam. Deyirsiniz ki, bu albalılar, gilaslar elə ucuz idi ki, bu dəqiqə, bu anda. Biz neyə bildik? Onlardan elə ucuzdur ki, bu anda biz yaxşı olar ki, onlardan neyə? Biraz mürəbbə hazırlayaq. Bax, so that, elə ki, belə ki, bağlayıcısıdır. Bunu götürəcəksiniz. Bu səni də götürə bilməm, çünki tipi var, bunun ikinci bir dənə həmdəsi yoxdur. Əzi bura qoysam, əzi bura qoysam. Necəsə kimi ucuzdur deyirsən, amma deyirsən ki, cümlənin tərcüməsinə uyğun gəlmir. Deyə bilərsən ki, məsələn, albalılar, nə bilim, çeyləklər kimi ucuzdur. Belə olsaydı düz olardı sizin cümləniz. Amma burada mən müqayisə hər hansı bir dərəcə göstəricisi göstərmirəm. Axı nəyin eyni səviyyədə olduğunu bildirmirəm. Sadəcə deyirəm ki, bu belədir və biz bundan istifadə edib bunu edə bilərik. Saç səthi qoya bilməm, çünki saç sətdə saçdan sonra sifət isim gəlməlidir. Mütləq saçdan sonra isim yazmalısınız. Not only but also eyni qayda. Nəyinki varsa həmçinin yoxdur. Məsələn, nəyinki ucuzdur, həmçinin dadlıdır desəydi işlədə bilərsiniz. Sonra baxırıq 5-ci suala. Jane to the hospital because she cut her finger very badly while she dinner. Bax, burada sizin bir dənə açarınız var. She cut. Biz bilirik ki, cut, put bu kimi sözlərin nədir? Qaydasız feillərdə cərgəsi eyni gedir. Cut, put. Və ona görə bilirik ki, əgər bu she-dən sonra cut gəlibsə, deməli keçmiş sayılacaq. Deməli mən neynəməliyəm? Bura keçmiş qoymam. A-nı çıxıram, B-ni çıxıram, D-ni çıxıram, Y-ni çıxıram, qalır eləməli C variantı. Özünüzə heç zaman uzlaşmalarını burada y-lə görə öldürməyə ehtiyac yoxdur. Özünüzə həllaş etməyə ehtiyac yoxdur. Burada she cut-ı görürsünüz. Həmişə sizə bir dənə ona olur, ipucu olur. Olmadı o zaman gedə bilərsiniz bağlayıcılarını. While da bilirsiniz ki, davam ediciləri bağlaya bilər. Keçmiş sayıdan keçmiş davam edicini bağlaya bilər və bu formada. Sonra 6-ya baxırıq. Kompleks object qaydasıdır. Bax, gördünüz ki, feil, obyekt yazıb, sonra feili lazımdır sizə. Bu bilin ki, kompleks object qaydasıdır.
Want da ki, üçüncü qrupdur. Özündən sonra to-lu qəbul edəcək. B-ni yenə çıxıram. To taken deyə bir şey yoxdur. Ya bu to take-dir, ya da to be taken-dır. İndi baxacaq bizə məlum mu lazımdır, yoxsa məchul mu lazımdır? Deyirəm ki, o öz oğlunu xəstəxanaya nə etmək istəmirdi? Xəstəxanaya aparılmasını istəmirdi. O öz oğlunu xəstəxanaya aparmaq istəmirdi. Deməli, aparmaq istəmirdisə, bu to take deyə bilərik. A variantı olar. Sonra devam edirik 7-ci sualla. To determine, recite definitely to do something. Sonra carry out, demək to continue. To relate give an account of a sequence of tense events. Bax, bu olacaq elə. C-A-D, C variant. 8-ə baxırıq. Deməli, əgər make feili məchuldasə to-lu gətirəcək, düzdür. Letdən sonra feil, obyekt, feil üstünə letdən sonra tam sadə gəlməlidir, 2 səhvdir. Yenə make feili məhsuldadsa to-lu gələcək, səhvdir. Letdən sonra obyekt gəlibsə sadə gətirir, düzdür. 1 ilə 4 C variantı. Baxırıq 9-a. Nobody one day in Paris. Deməli, baxsaq görək ki, burada biz V-dən sonra indiki bitmiş gətirmirik. Sonra burada nobody varsa ikinci bir inkara ehtiyac yoxdur. Keçmişlə deməli gələcək sadə zaman uzlaşmır. V-dən sonra da would gətirə bilmərəm, B-ni götürəcəm. Heç kəs onların Parisdə olduğunu bilmirdi. Parisə çatdığını bilmirdi. Nobody knows when they arrives in Paris. Heç kəs onların nə vaxt Parisə çatacağını bilmirdi. Deməli, yox, burada. Biz Z ilə arrives verə bilmərik. Çünki bu, yəni, axı indiki sadə zamanda Z ilə arrives olmur. Qalacaq bizə C variantı. Niyə C-ni götürürük? Çünki tamamlıq budaq cümləsində when özündən sonra gələcək zaman gətirə bilir. Burada da heç kəs bilmirdi. Nəyi? Bax, tamamlıq budaq cümləsi nəyi bilmirdi? Yəni, burada anda əndə kimi tərcümə olunmur da. Anda əndə kimi zaman budaq cümləsinə tərcümə olur. O zaman, bizim bildiyimizdir, məsəl üçün, orada bitmiş zaman olmaz, would olmaz, will olmaz. Amma əgər mən onu tamamlıq budaq cümləsində, yəni nə vaxt kimi tərcümə edirəmsə, baxın, buradakı kimi heç kəs bilmir ki, nə vaxt onlar Parisə çatacaqlar. Görürsün, nə vaxt kimi tərcümə edir və heç kəs bilmirdi nəyi. Bax, buradan bura nəyi sual verim, tamamlıq budaq cümləsidir. O zaman nə edəcəm? Would qoyulmuş olacam, düzdür. Sonra baxırıq ona. Baxın, spoke feili özündən sonra zərf alır, amma friendly sonunda ilvay olan sifətdir. Sonunda ilvay olan sifətləri siz əgər zərf kimi cümlədə istifadə etmək istəyirsinizsə, in a way, in a manner, in a fashion düsturlarına istifadə edirsiniz. Məsələn, baxın, it make me angry olmalıdır. Angry deyə bir şey yoxdur. O məni əsəbləşdirir. It make me angry və yaxud it makes me angry və yaxud o məni xoşbəxt edir. It makes me happy. Bax, bu formadadır. Angry deyə bir şey yoxdur. 3 düzdür. Dediyim kimi, sonda ilvay olan sifətləri zərf formasında bax, bu düsturlarda istifadə edirsiniz, düzdür. 4-də they came late, onlar gec gəldi, düzdür. Əgər siz haydan, hay həm sifət olur, həm zərf olur, amma hay sadəcə zərfdir. Yüksək dərəcəli deməkdir. Amma hay həm sifət, həm zərf olur, yüksək mənasında. Mən təyyarənin yüksəyə uçması deyirəm də, yüksək dərəcədə uçması demərəm, amma yüksəyə, havaya yəni uçur, bu düzdür. Hay olsaydı düzdür. Amma hay olanda artıq bu səhv olmuş olur. 6 deyirsə, amma o özü haqqında, özü barəsində nə edir? Yüksək dərəcədə düşünür. Bax, burada hay-ni yüksək dərəcədə istifadə edir, düzdür. Bunu götürmək olar. 3, 4, 5 cavabımız, daha doğrusu 3, 4, 6 cavabımız olacaq D variantı.